Ya Allah, Hava İmam-ı Zaman aleyhisselamın salamatlığına, zuhurunun təcillinə, mübarək nəfəsinin, mübarək dualarının halımıza şamil olmağına salavat eləyək. Allahümme salli Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve huve hayrun nasirin ve mu'in. Allahümme salli ala Muhammedin ve alihi tayyibin tahirin el ma'sumin el mukarramin ve la'nu daim ala a'daihim ve munkir fadailihim ecma'in. قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي صدق الله العلي العظيم أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Əziz möminlər, özümü və siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allah Teala bu cümə gününün və mübarək Rəcəb ayının ehtiramına bizləri təqvanın əhlindən qərar versin inşallah. Təqva və digər xüsusiyyətlər kimi də elə təqvanın özünün də əhli olmaq ən vacib, ən ümdə məsələdir. Biri var adam bir işi yerinə yetirsin, bir də var onun əhli olsun. Məsələn, ərəb dilində bir saqi var, bir səqqa var. Saqi budur ki, bir adam susuzdadır, səndən su istədi, durub ona su verirsən, ona deyərlər saqi, yəni su verən. Səqqa budur ki, onun işi gücü su verməkdir. İşi gücü su verməkdir, susuzlara, ətşan olanlara su verməkdir. Odur ki, Allah bizdən təqva daxil digər xeyir əməllərin, ilahi, rəhmani sifətlərin, əxlaqi sifətlərin əhli olmağı istəyir. Nəinki mövsimi olasan, bir gün təqvalı olasan, bir gün yox. Onun əhli olasan. Ona görə də Allah bizi inşallah təqvada daxil digər əxlaqi sifətlərin əhlindən qərar versin inşallah. Mübarək Rəcəb ayındayıq. İlahi hazırlığa doğru, ilahi və rəhmani bir süfrə olan mübarək Ramazan ayına doğru yaxınlaşırıq. Ona görə bu aylar həm də hazırlıq aylarıdır. Bu mübarək aylar, Rəcəb və Şaban ayları Ramazan ayına hazırlıq ayıdır ki, o ayda Allah istəyən kimi müvəffəq olmaq üçün gərək bu ayları hazırlıqlı keçirək, bu aylara diqqət edək. Mövzumuz, birinci xütbənin mövzusu qənaətdir ki, o da bir əxlaqi və ilahi sifətlərdəndir. Allah Teala bizi qənaətcil olmağa dəvət edir. Hədislərimiz, ayələrimiz Quran-ı Kərimdə və Peyğəmbərlərin, Əhl-Beytin misallarında, hədis-i qüdsələr olsun, digər müqəddəs mətnlər olsun, bizi təqvada daxil, təqvanın şərtlərindən də biridir ki, qənaətə dəvət edirlər. Qənaət nədir? Qənaət bizim dinləndirsə, yəni kifayətlənmək. Fərq yoxdur. Əsasən maddi nemətlərə bunu misal çəkirlər ki, yaşayışa, məişətə doğru insan ruzisi ilə qənaətlənsin, insan yeməyi ilə, içməyi ilə kifayətlənsin. Quranda nə qədər ayələr var yemək, içmək barədə ki, yeyin, için, amma israf eləməyin, halal olanlarından yeyin, pak olanlarından. Çünki tək halal olmağı kifayət eləməz, həm də gərək qida yediyin pak olsun. Bəzən deyirik elə halaldır, xeyr, gərək paklığı da qaydasında olsun. O qidanın, yeməyin paklığı da qaydasında olsun. Quran təkrar deyir. Bəqərə surəsi 169-172-ci ayələrdə ki, sizə ruzi olaraq verdiklərimizin pak və halal olan, təmiz olanlarından yeyin və infaq eləyəndə də təmizindən verin. Biri var, məsələn, adam bir mülkiyyəti var, onun görürsən, adam bir fəqirə sədəqə verir. Qəpiyin paslanmışın verir, pulun əzilmişin verir. Güya məsələn o birisini saxlayacaq, ona qalacaq. Əksinə bizə nə deyir Peyğəmbərimiz? Verdiklərimiz qalacaq, saxladıqlarımız çünki başqasınındır. Deyir ki, Həzrət Əli Əleyhisselam buyurur, qiyamət günü ən çox təəssüf eləyən kimdir? Bir mal yığar bir adam, çoxlu var dövlət yığar, Allah yolunda xərcləməz. Bu səbəbdən gedər cəhənnəmə, amma yerində qalanlar, ondan miras qalan o yığılıb xərclənməyən pulla Allahın razılığını qazanarlar. Qiyamət üçün hamı adam ən çox təəssüf eləyən olacaq ki, mən bu maldan istifadə eləmədim, yığdım, xərcləmədim, amma məndən sonrakılar bu malı, hazır malı yığdılar, xərclədilər Allah yolunda, Allahın razılığını qazandı. Bu mal mənim üçün əksin oldu. Bu adam çox təəssüf eləyər. Bu adam çox təəssüf eləyir. Yəni qənaət eləmək o demək deyil ki, yəni sənin
bir dənə çörəyin var, ikincisi olmasın. Kifayətlənə biləsən. Yəni qənaətin mənası o ki, kifayətlənmək. Nə deyir hədislərimiz? Deyir ki, Allahın az ruzisinə qane ol ki, Allah da sənin az əməlinə kifayət eləsin, qane olsun. Məsələn, görsən, biz o çətinlikləri görməmişik, o qıtlıqları görməmişik. Böyüklərdən eşidirdik ki, məsələn, 30-cu illərdə, 40-cı illərdə nə qədər adam məsələn, acından öldü, nə qədər adam müharibə, qıtlıq filan çətinlik. Eyni ilə də məsələn 90-cı illərdə biz o şeyləri yaşadıq. Çörək növbəsinə dayanırdı. İndi məsələn çörəyin bolluğundan insanlar çörəyi atırlar, istifadədən artıq götürürlər. Məsələn bu ailənin başçısınsa, bu ailənin üzvüsənsə, bilirsən ki, bu gün sənə bir dənə çörək kifayət eləyər. Xüsusən məsələn bunu valideynlər övladlara başa sala bilmirlər ki, qənaətçil olmaq lazımdır. Bəli, maddiyyatda olan, ruzidə, məişətdə olan qənaət üstündür. Amma ən üstün budur ki, adam ömrünə qənaət eləsin. Görürsən, telefonda bateriya məsələn deyim, neçə faizsə olur, azdır. Az-az istifadə edirsən ki, çatım evə onu qoşum elektrik cərəyanına yığsın. İnsan ömrü də o qədər azdır. Biz elə bilirik ki, məsələn 30 yaşın varsa, ilə də belə 40 il yaşayam, rahat yaşayırsan. Cənnə boluna xərcləyirsən o imkanlı atanın ərköyün övladı kimi. Amma bir də gördün ki, nə qədər adamlar var idi, sabaha plan qururdular, sabaha tədbirləri var idi. Birisi günə adam var, nəvəsinin, nəticəsinin evini fikirləşir, əsgərliyin fikirləşir, ali təhsilin fikirləşir. Nə qədər adam belə fikirlərlə bu günü səhərə çıxmadılar. Ömrünə də insan qənaət eləsin. Ömrün, çünki hədislərimiz var, qiyamətin günündə deyir, neçə dənə suallar var, onlara cavab verməmiş, 3 dənə ya 5 dənə sualdır. Biri budur ki, ömrü harda sərf elədin? Bu ömrü Allah sənə nə üçün vermişdi? Bir dənə onun üstündə adam fikirləşsin. Burada mən niyə varam? Peyğəmbərimiz buyurur ki, Allah rəhmət eləsin o adama 3 dənə sualın cavabını bilir. Hardan gəlib, niyə gəlib, hara gedəcək? Biz günümüzü sərf eləyək, xüsusən də bu mübarək aylar böyük fürsətdir bu sualın cavabını fikirləşmək üçün. Hardan gəlmişəm, niyə gəlmişəm, hara gedəcəm? Elə deyil ki, bəli, insanın xüsusiyyətlərində təbiətin digər canlılarına şərikdir. Yaşayır, nəfəs alır, yeyir, içir, yatır, durur, artır, çoxalır və s. torpaq olur, gedir. Amma insan qalır axı, insanın ruhu qalır. Torpaq, o qəbir insanın bədəni üçündür ki, abır getməsin, bədənin cənazəsi qalmasın çöldə. Ruhu qalır. Allah səndən soruşacaq, niyə göndərmişdim səni? Ömrü hara sərf elədin? Bu sərmayə ki vermişdim, özdə faiz də istəmir üstündə, nə bilim, girov da istəmir. Vermişəm sənə artıqlaması ilə, mənim üçün üstə gəl də mənim üçün işləyirsən, sənə savab da yazıram onu. Mənə bəndəçilik elə. Bəndəçilikdən də məqsəd tək elə namaz deyil, oruç deyil. Biz Bəqərə surəsində nə deyirik? İhdinəs sıratəl müstəqim. Bizi doğru yola yönəlt. Sıratəl müstəqim, ərəb dilində bir qamə feili var. Qamə, qiyamət, qiyam sözündəndir. Məsələn, namazda biz ayaq üstə dururuq, o halımıza nə deyirik? Qiyam. Namazın 11 dənə vacibatından biridir. Qiyam halını, yəni ayaq üstə dayanmaq. Qamə, yəni qalxmaq, ayağa qalxmaq sözünü qiyamda ayaq üstə dayanmağa deyərlər. Qiyamət də həmin sözdəndir ki, insanlar ayaq üstə ilahi məhkəmədə dayanıb Allahdan öz növbələrini gözləyəcəklər sorğu-sual olunmaq üçün. Bir də var istiqamət. İstiqamət, qiyam ayağa qalxdın, istiqamət artıq ona qrammatikada bab deyirlər, qəlib deyirlər. O qəlibə düşəndə qiyam sözü, istiqamət qəlibinə düşəndə artıq ayağa durmusan, durduğun yerdə düz dayan. Ona deyirlər istiqamət. Müstəqim də həmin sözdəndir. Görürsən, ərəbdən məsələn gedirsən, soruşursan bir ünvanı, deyir müstəqim, yəni düz get. Qiyam yəni qalxdın ayağa, oturmuşdun. Zərr aləmində, ondan sonra ana bətnində dünyaya gəldin, o beləsə oturmusan, halın oturaqdır. Allah deyir, qalx ayağa, qalxdın, yəni qiyama, durdun. İstiqamət olanda, müstəqim olanda, artıq onda deyirlər ki, durmusan ki, ayaq üstə, yəni Allah yolunda dayanmısan, onda deyir, orada düz dayan. Sağa sola əyilmə. Hansısa keçici ləzzətlərə, müvəqqəti o parıltılara aldanma. Sağa soladan var görürsən, düz dayana bilmir. Sağa sola meyil eləyir. Ya qəlbində, ya əməlində.
Ömrümə qənaət elə, o müstəqimdə sirat özdə ərəb dilində neçə dənə yol var. Biri siratdır. Siratın yeganə yol sözü ərəb dilində cəmi yoxdur. Düz yolda dayanmısan və bunun başqa bir variantı yoxdur ki, sağa dönəsən, sola desən, yox, düz dayanmalısan. Biz də deyirik ki, ihdinəs sıratal müstəqim, bizi doğru yola yönəlt. O yol ki, oradakılar düz dayanıblar, yolda sağa sola əyilməyiblər. Ömrüvə qənaət eləyə bilirsən, bu ömrü ki Allah verib sənə, ömrüvə qənaət elə, bu sıratal müstəqimdə düz dayan. Bəli, çətindir. Niyə? Çünki Allahın yoluna gedirsən də, dünyada sıravi bir vəzifə sahibinin, bir məqam sahibinin qəbuluna gedirsən ki, bir işi düzəldəcək, bir məsələ soruşacaqsan, bir ərizə yazdıracaqsan, neçə dənə mərhələdən keçirsən, ta ki, ən yüksək vəzifələrəcən. Bəzi hallarda deyir, məsələn, qəbul olunmur, məsələn, filan kəs müəllim yoxdur, filan kəs qəbul eləyəcəksiniz və s. Bu hələ dünyavi bir vəzifədir, sıravi bir vəzifədir ki, qəbula getmək üçün müəyyən bir proseslərdən keçməlisən də o qanunudur, labuddur. Dünyanın qaydası bu cürlədir. İndi sən ki, istəyirsən Allahın yolunda addımlayasan, sən ömrü fürsət bilmirsən, vaxtı fürsət bilmirsən, addımlayasan, bəli, çətinliklər çox olacaq. Ona görə deyir, yeriyən ayağa daş dəyər. Çətinliklər çox olacaq. Mən gəlmişəm, Allah, qənaət bilmişəm ömrümə, fürsət bilmişəm ki, bu ömrüdən qənaət eləyəm, sağa sola xərcləməyəm. Gəlmişəm, sənin üçün xərcləyəm. Allah da görürsən, Quranda deyir ki, biz öz yolumuza və yüsəbbit əqdaməkum deyir, onların qədəmləri möhkəmləndir. Allah görür, sən onun üçün çalışırsan, ömrüvə qənaət eləyirsən, vaxtıva qənaət eləyirsən, fürsət bilirsən bunları, bu qənaətdən istifadə edib Allah da deyir ki, mən artıq onların qədəmləri möhkəmləndirəcəm, onları öz yoluma hidayət eləyəcəm. Bəli, çətinlikləri də var, çətinlikləri də olmağı normaldır, olmalıdır da, olmasa orada şübhəlidir ki, bu necə Allah yolu ki, burada bir çətinlik yoxdur. Bu necə bir ilahi mənəvi düsturdur ki, bunun bir çətinlik yoxdur. Allah da əsasən, bəli, qənaət biz məşhurdur, dünyəvi nemətlərdir. Bəli, adam biz israflığı həddən aşırıq görürsən. İsrafdan da o yana keçirik. Dünyəvi məişət yaşayışımızda, ruzi məsələlərində, qazanc məsələlərində. Niyə, məsələn, o deyir, bu ayı o bir aya çatdıra bilmirik? Çünki xərcimizi, xəsarətimizi bilmirik. Bizə nə lazımdır? Bir var lazım olan şeylər, bir vacib olan şeylər. Görürsən, girirsən, məsələn, bir marketə pul xərcdən, heç nə almırsan, pul qutardı. Niyə? Sonra deyir ki, bərəkət qaçıb həyatımızdan. Özümüz qaçırdmışıq. Qənaət eləyə bilsək, adam var 5 manatla elə dolanır ki, başqası 50 manatla dolana bilmir. Biz qənaəti həddin aşırıq. Bəzən bu məsələlərdə yas mərasimlərin misal seçirlər, amma görürsən, toylarda daha çox israf var. Həddin aşırıq. Hələ məsələn, işim yoxdur, onun halal haramı ilə, o musiqidir, o səsküydür, o naməhrəm qarşı bir-birinə, orada haram içkilər və s. Onlar öz yanıdır. O artıq ömrü israf eləməkdir. O, Allahın sənə verdiyi ilahi sərmayəni israf eləməkdir. Buranın maddi sərmayəsindən söhbət gedəndə daha çox israf eləyirik. Sonra deyirik ki, o çatmır, bu çatmır, o iş düzəlmədi, bu iş düzəlmədi və bunun da bərabərində fiziki olaraq xəstəliklər meydana gəlir. Çünki qənaət eləyə bilmirik. Peyğəmbərimizin zamanında məşhurdur bir həkim göndərirlər. Bizans hökmdarı Peyğəmbərimizə göndərir ki, İslam təzə qurulub, müəyyən bir şeylərə ehtiyaclar var, müəyyən bir şeylərdən xəbərləri yoxdur müsəlmanların. Bu həkim xəstə olanan müsəlmanları müalicə eləsin. Həkim gəlir, Peyğəmbərimiz onun üçün də yer ayırır, biləcək, kabinet ayırır, bir məkan ayırır, cəmaat müraciət eləsin. Vaxt keçir, bu adama müraciət eləyən yoxdur. Bir ay, 2 ay axırı narahat olur, gəlir Peyğəmbərimiz yanına. Ya Rasulullah, mən neçə ayda buradayım, mənə bir müsəlman müraciət eləməyib, bunun sirri nədir, bunu mənə ayan elə, aşkar elə. Peyğəmbərimiz buyurur ki, bizim 2 dənə qanunumuz var, ona riayət edirik, xəstələnmirik. Nədir o qanun? Acımamış deyir, süfrəyə oturmuruq, doymamış süfrədən qalxırıq. Bu kifayət eləyir. Və ya məsələn, Həzrət Əli əleyhissalama dedilər ki, Allah Quranda çox elmlərdən danışır, amma tibb elmindən danışmır. Deyir, Allah danışıb, siz fikir verməmsiniz. Hansı ayə? Deyir, kulu və şərabu və la tusuf. Yeyin için israf eləmir. Bütün tibb elmi bunun içindədir. Deyirlər ki, axır zamandır, qiyamətin əlamətlərindəndir, xəstəliklər çoxalıb. Kimə baxırsan, nə bilim, Allah hamısına şifa versin, verməyinə. Məsələn, xərçəngdir, nə bilim, şəkərdir, ürək, təzyiq filan, hamı şikayətlənir. Uşaq böyük fərq eləmir. Hamısı yeməkdəndir.
Xüsusən də biz müsəlman olaraq dinimizin qanunlarından o böyüklərdən biri həm gözəl deyib ki, İslam geridə qalmır, müsəlman İslamdan geridə qalıb. İslam çox qabaqdadır. İslam 1000 il, mindən belə içində kifayət eləyir. Bu gün məsələn İslama belə desək müdaxilə eləyənlər, qalib gələnlər bir dövr olub ki, məsələn orta əsrlərəcən üzr istəyirəm, məsələn təmizlik qaydaları yerində olmayıb. İldə bir dəfə məsələn bir boçqada üzr istəyirəm yuyunublar. O da ki məsələn o bayramla bayrama, toyuna toy və s. İndi gəliblər güya müasir olublar. Gəliblər biz geridə qalmışıq. Biz müsəlman olaraq İslamın qanunlarından xüsusən də şəriət məsələn risalələri açırsan, şəriət başlayır təharətdən. Təmizlik yerində deyil, təharət yerində deyil. Məsələn yemək içmək qaydasında deyil. Dünyada nə qədər insan var? 7 milyard insan var və statistik qaydalar göstərir ki, bir gündə 15 milyard insanın ehtiyacı qədər qida istehsal olunur dünyada, istehlak olunur. Amma yenə görsən bəlli bir hissə azdır. Biri toxundan ölür, biri acından ölür. Bu saat dünyanın vəziyyəti bu cür nədir? O da bizim müsəlman cəmiyyətində də belə şeylərin olmağı daha pis haldır. İslam cəmiyyətində yeməyin qayda qanunu Peyğəmbər deyir ki, qəbirləri qaldırıb soruşsaz nədən ölüb, çoxsu deyəcək yeməkdən ölüb. Ölüləri qaldır soruş bir-bir, deyəcək ki, yeməkdən ölüb. Hələ yeməyin tərkibi ilə işim yoxdur ki, məsələn, hamı şikayət edir, yağ belə, un belə, filan qida belə, nə bilim, şəkər tozu belə və s. Biz hələ yeməyin qayda qanununu öyrənə bilməmişik. Yerini bilirik ya, əməl eləmirik. Qənaət bir yandan, israfçılıq da bir yandan, bu cürünə xəstəliklər çoxalır, bu cürünə çarəsiz problemlər çoxalır. Həzrət Loğman əleyhissalamın nəsihətləri var oğluna, deyir ki, çalış, ən ləzzətli yeməkləri ye, ən gözəl yataqlarda yat və ən geniş evlərdə yaşa. Qənaətin qaydasıdır bu. Mövzumuzu inşallah bu hədislə tamamlayarıq. Qənaətin qaydasıdır bu. Ən ləzzətli yeməkləri ye, ən geniş yataqlarda yat, belə desək, ən geniş evlərdə yaşa. Oğlu deyir ki, sən Allahın dostusan, Allahın övliyasan. Hətta bəzi tarixlər Loğman əleyhissalamın haqqında Peyğəmbər də deyiblər. Quran-ı Kərimdə adına surə də var, Loğman surəsi. Neçə dənə nəsihətləri var oğluna, orada gətirir həmin nəsihətləri. Deyir ki, sən axı həmişə bizə orta həddi gözləməyi tövsiyə eləmisən. Mən necə bu yaşayışla ən ləzzətli yeməklə necə yeyim, ən geniş evdə necə yaşayım və ya ən yaxşı yataqlarda necə yatım? Deyir, ən ləzzətli yeməkləri yedən məqsəd acıyanda otur süfrəyə. Bir dənə məsələn zehnimizdə onu canlandıraq, ac olanda oturanda süfrəyə ya soğan çörək yemsən, ya kabab yemsən, dadlı gəlir adama. Acıyanda. Deyir, məqsədim odur ki, acıyanda otur süfrəyə, bəs ən rahat yataqlarda yat. Deyir ki, get halal ruzi üçün çalış. Halal ruzi üçün çalışan adam yorulanda daşın üstündə yatsa rahat yatacaq. Bəzi adamlar var, gecəsi gündüzü yoxdur. Niyə o qədər yetim haqqı var? Sonra deyilir ki, biri var idi bir dəfə dedi ki, mənə deyir, yaman çox cavd eləyirlər, işim düz getmir. Deyirəm ki, qardaş, sən o qədər yetim haqqı tökdürmüsən, üstü və sənə cavd eləmir, özün elədiyib eləmisən. O qədər haqq var sənin üstündə, valideyn haqqı, yetim haqqı, qonşu haqqı. Və ən geniş evlərdə yaşa, ondan məqsəd nədir? Loğman əleyhissalam buyurdu ki, ən geniş evlərdən məqsəd gözü cəmaatın əlindəkilərdən çək. Onun bunun maşınına, villasına, nə bilim, Pradosuna baxıb, çəkmə filan kəs yaşayır da öz üçün. Filan kəsin balası getdi, məsələn, filan yerdə filan akademiyanı oxudu. Gözü cəmaatın əlindəkilərdən çək, onda sənin yaşadığın ev ən geniş ev olacaq sənin üçün. Adam var, gecəsi gündüzü yoxdur, yuxusu yoxdur adamın. Onun malını hesablasın, bunun maaşını hesablasın, onun kartına nə qədər pul gəlir, bu nə bilim hansı avtobusa minir, o hansı maşını alır, o hansı paltarı alır və s. Bu artıq adamın və Peyğəmbərimizdən də bir hədis var bu barədə ki, insanın imanı naqis olur belə adamın. İmanı korlanır. Elə gözü cəmaatın əlindədir. Cəmaatın qazancındadır. Niyə qənaətçil ola bilmirik, kifayətlənə bilmirik öz əlimizdə olanlarla? Və bu hal qənaətçil olmaq, həm də olmamaq, qənaətçil olmamaq, kifayətlənə bilməmək, həm də adamda bir naşükürlük yaradır. Mənim filan şeyim yoxdur, filan kəsdə var. Görürsən ki, filan kəsdə olan şeyi Allah bir dənə bir
imtahan eləyir, o ki, həsəd çəkdin filan kəsdə filan nemət var, məndə yoxdur. Onu qismət eləyir sənə, görürsən ki, o səni yoldan azdırır, yoldan çaşdırır, imanını silkələyir. Deməli, elə məsləhət deyilmiş verməsində o bir nəfər gəlir bir şahın yanına, çox bir çətinlik olur, yalvarır, gedir, gəlir aylarla ki, o işi düzəlsin. Nəsə şah bunun işinə fikir vermir, həll eləmir onun işin. Çıxanda vəziri görür sarayda, bir vəzir şahdan xahiş elədim filan kimi düzəltsin, bəlkə sən bu işə bir qol qoyasan, bir imzalayasan mənim sənədim, beləcək mənim işim düzəlsin. Özü vəzir də yazığı gəlir, ürəyi yanır, onun işini həll eləyir, işi düzəlir, gedir. O qədər əziyyət çəkir o işin düzəlməyinə görə. O qədər başı dərdə girir. Bəzən istəyirik hansısa bir neməti, filan nemətim olsun. Əlimizdəkilərin qənaətlərini bilmirik, başlayırıq naşükürlük eləməyə. Qayıdır, gəlir, peşman olur, gəlir saray, deyir vəzir, şah düzəlsəydi düzəldər də, məsləhət olsaydı düzəldər. Sən niyə məsələn mən bu günə qoydun belədirsən? Məsələ nədir? İnsan gərək gözü toxluq özü də bir nemətdir. Nəfsin doymağı, o da kamil insanların işidir. Mömin insanın, Allah övliya alan, odur Loğman Elisan deyir ki, gözü cəmaatın əlindəkilərdən çək. Bu qənaət mühitin formalaşdırmaq lazımdır. Əsasən maddiyyat üçün deyilib, bəli, amma mənəviyyat üçün də qənaəti formalaşdırmaq. Ömrü və qənaət elə, vaxtı və qənaət elə. Elə hər şeyi israf eləyirsən, hər şeyə ömrü sərf eləyirsən, vaxtı sonra deyir ki, vaxt çatmır, elə bir ki, deyir, 24 saat deyil, o gün də güyayında bir araşdırma deyir ki, gün hazırki dövrdə 19 saat deyil, 24 saat deyil. Sən düzgün xərcləyə bilmirsən, sən elə gəl ki, 19 ya 20-dir, ya 20 deyil və s. Elə həmin saat da, həmin gün də, həmin zamanə də, həmin dünyada düzgün istifadə eləyə bilmirik. Və Quran-ı Kərim də gözəl bir qayda qoyub. Quranın nə qədər sözlər var ki, həyat düsturudur, deyir ki, Zəhərəl fəsadu fil bərri vəl bəhr bima kəsəbət əydin nas. Yerdə, quruda, suda deyir, fəsad baş verir insanın əməllərinə görə. Dünyanı da, zəmanəni də, vaxtı da biz koruyuruq. Düzgün xərcləməməyimizlə, qənaət eləməməyimizlə, israfçılığımızla. Odur ki, biri də ayılırsan ki, ölüm mələyi aldı başımın üstünü, filan işim qaldı. İmam Sadiq Əleyhisselam buyurur ki, deyir, bəzi adamlar var, can verir, gözün bağlayırıq, gözlər bağlanmır. Müstəhəbdir ki, adam can verdi, gözün bağlayasan, əllərini bağlayasan, ayaqlarını bağlayasan. İmam Əleyhisselam buyurur ki, gözün, deyir, bağlayırıq, gözün bağlanmır. Deyir, gözün qırpmaq qədər ölüm mələyi ona vaxt verməyib. Gözün yummaq qədər ölüm mələyi. Vaxtımız yoxdur bu dünyada. Adam bilsə ki, ömür bu qədər qısadır, vaxt bu qədər qısadır, vaxtına qənaət eləyər, ömrünə qənaət eləyər. Ömrünə də qənaət eləyər, Allah görür ki, bu adam gözəl xərcləyir, ömrü qənaət eləyir, ömrünü bərəkətləndirir. Adam var ki, birinin 20 ildə çatdığı bir ilahi mənəvi gözəlliyə, ilahi bir mənəvi məqama biri 80 ildə çata bilmir. Allah ömrümüzü inşallah bərəkətli eləsin. Allah bizi qənaət əhlindən qərar versin. Allahın adı verir izzəti cəlalına inşallah. Ömrümüzdən də maddi mənəvi bütün ilahi nemətlərdən də qənaətcil və kifayətlənərək istifadə eləməyi və şükürlü olmağı qismət eləsin inşallah. Dualarımızın qəbulluğu üçün Peyğəmbər, Ali Peyğəmbərə salavat hədiyyə eləyək. Allahumma salli ala Muhammad. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad. Ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sadaqallahu aliyyul azim. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Elhamdülillahi leysə liqadaihi dafi' və la li'ata'ihi mani. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme salli ala seyyidil enbiyayı vel mursalin ve şahadayı ve siddiqin Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammed ve ala vesiyyihi ve halifetihi Ya'subuddin emiril mu'minin Ali ibn Abi Talib ve ala qurrati aynir Rasul Ez-Zehra Betul وعلى الحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري عجل الله تعالى فرجه الشريف روحي وأرواح العالمين لترابه مقدمه الفداء.
Eyyuhel mu'minun, usikum və nəfsi bi təqvallah. Əziz möminlər, sizi və özümü ilahi təqvaya tövsiyə edirəm. Allah mütəal bu mübarək cümə günündə, mübarək Rəcəb ayında bizi təqvanın əhli olmaqda müvəffəq eləsin. Bəli, Rəcəb ayından danışdıq, bir neçə dənə qeyd vurduq öncəki xütbədə. İlahi və mənəvi fürsətlərin böyüklərindən biridir Rəcəb ayı. Bəli, bütün günlər, zamanlar Allaha aiddir. Bütün günlər, bütün zamanlar, bütün saatlar mübarəkdir. Amma bəzi günləri Allah Teala özü seçib. Bəzi günləri özü xüsusiləndirib, özü xüsusi bərəkət verib. O cümlədən Rəcəb ayı, o cümlədən cümə günü ki, Allah özü xüsusiləndirib, Allah özü bir mənəvi, ilahi bir rəhmət verib, ilahi bir bərəkət verib. O aylardan, o günlərdən biri də Rəcəb ayıdır ki, Rəcəb ayı Quran-ı Kərimdə də müəyyən o vaxtların, zamanların bərəkətinə işarə olunur. Rəcəb ayı barədə də hədislərimizdə də var, Peyğəmbərimizin, imamlarımızın kəlamlarında da var. Neçə dənə nidası var qiyamət gününün ki, qiyamət günündə Allah tərəfindən qeybdən nida olunacaq. Onlardan biri də Rəcəb ayı haqqındadır ki, hədislərimiz buyurur, Eynər Rəcəbiyyun, Rəcəb əhli hardadır? Bayaq dediyimiz o əhl söhbəti ki var, bir işin əhli olmaq. Görsən, ərəblərdə məşhurdur, bir adam bir işin əhli olanda ona ad qoyurlar. Fərqi yoxdur, rəhmani sifət olsun və ya rəzilə bir sifət olsun. Bir adam çox yalancısa ona kazib demirlər, yalandan, kəzzab deyirlər, çox yalancı. Bir adam məsələn, çox səxavətlidirsə deyərlər ona cavad, məsələn, səxi deyərlər, səxavətin ən üstün dərəcəsi kimi. O cümlədən də Rəcəb əhli, adam artıq Rəcəb ayının bu göstərişlərinə, Rəcəb ayının zikirlərinə, dualarına, əməllərinə o qədər fikir verir, riayət eləyir və ixlasla bu əməlləri yerinə yetirir ki, artıq həmin o qiyamət gününün nidasında ki, Rəcəb əhli hardadır, o adam artıq beləcə mələklər onun qabaq çəkir, filan kəs də bu şeyləri riayət eləyirdi. Bəli, bəzi şeylər var, insanın səhhəti imkan verməyə bilir, fiziki vəziyyəti imkan verməyə bilir, müəyyən bir başqa bildiyimiz sıxıntılar var ki, adam iştirak eləyə bilmir. Bəzi adam var, səhhəti əl vermir oruç tutmağa. Yaxşı olar ki, adam oruca Rəcəb ayından başlasın ki, Şaban ayında daha da möhkəmlənsin və Ramazan ayına daha müvəffəq çıxsın. Biri var, məsələn, adam gələ bir dənə böyük xəzinəyə düşə, vaxtı azdır götürməyə. Bir dənə böyük xəzinə çıxdı qabağa, vaxtın azdır götürməyə, az götürəcəksən. Vaxt az olduqsa xəzinədən də az götürür. Bir də var ki, sən hazırlıqlı gəlmirsən, bilirsən ki, filan yerdə bir dənə xəzinə var, artıq yüklənmirsən kisələrlə ki, o xəzinədən götürəcəm. Rəcəb ayında, mübarək Ramazan ayında bu cürlədir. Rəcəb ayından başlayırıq biz belə kisələrimizi hazırlamağa ki, Ramazan ayına bol qazançla çıxaq. Və ikinci mərhələdə Şaban ayıdır da bildiyimiz kimi. Rəcəb ayı nəyi ilə məşhurdur? Rəcəb ayı əsas düzdür, orucu deyilir müstəhəbliyi barədə, orucun savabı çoxdur. Adam qəzası varsa, qəza niyyəti ilə tutsa, orucun, yəni Ramazan ayına vacib orucun qəzasına varıdsa, müstəhəb orucun da savabını əldə eləyər, bu yandan da qəzasından silinər. Və məşhurdur istiğfarı ilə, adam çoxlu istiğfar eləsin. Ən az gündə 100 dəfə Əstəğfirullah Rəbbi və Ətub ileyh və Əstəğfirullah və Əsəluhu Təbə. Müəyyən Quran surələr var ki, indi təfsilatı ilə dua kitablarında deyilir, filan sayda onları oxu. Sədəqə çox mühümdür. Hətta Rəcəb ayında sədəqə barədə buyurulur ki, hədislərimizdə Mən təsəddəqə fi Rəcəb ibtiğai vəcihillah, əkrəməhullahi yevmil qiyamə. Bir adam Rəcəb ayında sədəqə verər. Sədəqədən də məqsəd təkcə elə bu pulla olan sədəqə deyil də, hər hansı bir yaxşı əməllər var ki, hədislərimizdə və ya Quranın özündə sədəqə misalı deyilib. Qovlun ma'rufun xeyrun min sədəqə. Bəqərə surəsi 263-cü ayə. Gözəl söz sədəqədən daha yaxşıdır. Birinə bir xoş söz deyirsən, birinin fikirlidir, biri dərdlidir, birinin bir sıxıntısı var. Və elə bir mömin qardaşına rastlaşdın, filan kəs bu gün nə yaxşı görünürsən. Yaxşı deyilsə də adam artıq qəlbində bir rahatlıq yaranır, bir şirinlik yaranır onda. Xoş söz sədəqədən xeyirlidir Quran deyir. Və ya bir heyvanat olsun, bir ehtiyaclı, bir ac olsun, fərqi yoxdur, insan ya qeyri-insan. Ona bir yemək verəsən, bir su verəsən. Onlar hamısı sədəqədir. Rəcəb ayında da hətta hədis buyurur ki, Əkrəməhullah yevməl qiyaməti fil cənnə minəs-səvab bimə la aynu ra'ət və la uzunun səmiət. Allah ona elə bir üstünlük verəcək,
böyle bir hörmətli tutacaq Rəcəb ayında sədəqə verən adamı. Nə o üstünlüyü, nə göz görüb, nə qulaq eşidib. Rəcəb ayında verilən sədəqən Rəcəb ayının cüməsində verilsə daha. Çünki normalda digər günlərdə sədəqə üstündür. Bəli, cümə günündə 2 qat üstündür. Və adam da gələ üstəlik Rəcəb ayının cüməsində sədəqə verə, daha onu Quran demişkən, elə hədis demişkən, İlla eynu rəət və la uzunu səmiət. Nə göz görüb, nə qulaq eşidib. O cür nə böyük bir üstünlüyü var. Rəcəb ayında sədəqə. Heç nə eləyə bilmirsən, hətta deyir ki, Oruz tuta bilmirsən, orucun əvəzində bir ehtiyac deyə bir sədəqə ver. Oruz niyyəti ilə. Bu ay mənim oruç tutanmadım. Bir adama bir, məsələn, ya qida, ya ərzaq, ya özün səhhətin əl vermir, müstəhəb orucu, müstəhəb əməllər üçün əcir tutmaq deyə bir şey var. Vacib əməllər üçün insan öləndən sonra tutmaq olar. Müstəhəb əməllər üçün sağlığında da tuta bilərsən. Məsələn, adam var görsən özü atası dünyasını dəyişib, onun adından kimisə ziyarəti göndərir, həccə göndərir. Nə bilim, atasının adından ehsan verir, atası dünyasını dəyişib. Vacibatı atasının qəza namazlarını, qəza oruçlarını qıldırır. O pulu ilə və ya başqa bir formada. Amma müstəhəb əməllər adam özü sağlığını, məsələn, mən səhhətim əl vermir, bu ay oruç tutum, kiməsə xahiş edirəm, ya pulu ilə, ya elə bir mömin qardaşındır filan kəs, bu Rəcəb ayında 30 gün orucun birində mənim adımdan tut ki. Bunu da eləyə bilmirsən, deyir, bir oruç tutana və ya ehtiyaclı bir möminə bir ərzaq ver, bir vəsait verir maddi olaraq ki, o orucun savabından əldə eləyəsən. Yəni, elə bir ki, hədislərimiz və buyruqlarımız çalışırlar ki, maksimum qazanclı çıxa bu aylardan. Heç olmasa deyir, bir gündə olsa oruç tut, o adama cənnət vacibdir. Günlərin dualarına fikir verirsən, çox şirin mənaları var. Yaxşı olar adam bu tərcüməsini oxuya-oxuya bu duaları zikr eləyək. Görsən, ya mən ərcuhu li kulli xeyr, amənu səxətəhu ində kulli şər. Ey Allah ki, bütün xeyirləri səndən istəyirəm, səndən arzulayıram. Bütün xeyirlər sənin əlindədir. Ya mən yu'til kəsirə bilqal. Ey Allah ki, azın müqabilində çox verirsən, çox əta eləyirsən. Bu hədisi, bu duanı, Rəcəb ayının ki, bu gündəlik duası var, hər namazdan sonra oxuyuruq. Bu duanı yazan, qeyd edilən ravi İmam Sadiqdən yazıb bu duanı ki, gördüm, İmam bu cürlə dua edir Rəcəb ayında namazlardan sonra. Deyir, gördüm, İmam duanın axırına çatanda sol əli ilə tutdu saqqalına, sağ əlinin şəhadət barmağını yerlədirdi. Hərrim şeybətə ələnnar. Mənim saqqalımı oda haram elə, odda yandırma. Saqqal niyə məxsusən saqqal? Və ya məsələn, bir adamın saqqalı yoxdur, deyir, saçından tutacaq, hərrim şə'ri ələnlər, barmağı deyilir ki, yəni şey eləyir, bir növ Allahdan xahiş edir ki, yəni mənim saqqalımı odda yandırma, saçımı odda yandırma. Saqqal insanın bir qüdrət rəmzidir. Məsələn, saqqal insanın bir vücudunda bir zinətli bir işarə. Təbii ki, burada indi müəyyən bir istisna məqamlar var ki, adamlar məsələn saqqal saxlaya bilmir, dərinisində bir narahatçılığı var, işi ilə, gücü ilə bir çətinlik var. Bu istisnadır. Ümumi mənada danışıq. Yəni duanın mərifətindən, duanın nuraniyyətindən. Bir nəfər gəldi Salman rəhmətullah əleyhə dedi ki, Peyğəmbərimiz deyir ki, ondan danışanda Salman Fars yox, Salman Muhəmmədi deyin, çünki bizdəndir Salman. Neçə yerdə var Peyğəmbərimiz deyir və ya Cəbrail əleyhissalam nazil olur ki, Salman bizdəndir. Salman Muhəmməd rəhmətullah əleyh deyir ki, bir nəfər gəlib ona deyir ki, Salman, nəuzubillah, sənin saqqalın filan murdar heyvanın quyruğunu oxşayır, Salman ağlayır. Bu adam peşman olur, başlayır Salmandan üzrxahlıq eləməyə. Deyir ki, mən sənin sözüvə ağlamıram, mən o halıma ağlayıram ki, birdən bu saqqal məni cənnətə aparması, elə sən düz deyirsən, o filan heyvanın quyruğu əfzəldir bu saqqaldan. Yəni, saqqal həm də ömrün nəhayətinin rəmzində. Görsən, adamın yüzündə bir saqqal varsa, bir ağsaqqallı, bir nuraniyyət, onun sözü ötkəm olur, sözü təsirli olur. Filan ağsaqqal gəldi, filan hacı gəldi, filan əmi gəldi. Biraz adam özün beləsə yaxşımadı bir yığışdırıb, çəki düzən verirsən özünə. Yəni, adamın ömrün nəhayətidir həm də saqqal. Bayaq dediyimiz kimi, ömrü harada keçirmirsən. Bu saqqalı ki, Allah üçün ağardımsan, Allah və mələklər həya eləyər o saqqala əzab verməyə, o saqqalın sahibinə sorğu-sual eləməyə, o saqqalın sahibinə ya qəbirdə, ya axirətdə onu sıxmağa, çətin suallar verməyə. Niyə bu adamın saqqalı Allah üçün ağarıb? Bəli, saqqal ağarmaqla da təbii ki, adam mənəviyyatı da gərək ağarsın, mənəviyyatı da qaydasında olsun. Əleyhissalam nə deyir?
Allah nifrət edir o qocaya ki, qocalıb amma özünü cavan kimi aparır. Və Allah sevir o cavanı ki, cavandır amma özün qoca kimi aparır, kamil aparır. Görürsən, adamlar var, 20 yaşı var, 30 yaşı var, cəmaət əmi deyir ona. Bir ağsaqqal bilirlər onu əxlaqı ilə, mənəviyyatı ilə. Ömür onsuz da keçəcək, ömür gedəcək. İnsan Allah istəyir ki, Allah bəyənən kimi keçirək o ömrü. Rəcəb ayda onun fürsətlərindən biridir. Hərrim şeybətə aylənlər. Allah mənim saqqalımı, özü də bunu imam deyir. İmam Sadiq əleyhissalam deyir ki, Allah mənim saqqalımı odda yandırma. Allah mənim saçımı odda yandırma. Görürsən, qədimdən deyirdilər, bax, saqqallar böyüklər ki, kişinin saqqalına toxunmazlar. Bir adamı incitməlisən də, məsələn, layiqdir onu incitəsən, saqqalına toxunma deyir. Dalaşacaqsan, döyüşəcəksən, vuracaqsan, yıxacaqsan və s. Amma saqqalına toxunma. Saqqal vüqar rəmzidir. İnsanı, yəni şəxsiyyətin sındırmaq olmaz saqqalına toxunmağın. Burada da imam onun misal çəkir ki, yəni mənim şəxsiyyətim, vücudum, nuraniyyətim, mənim mənəviyyatım saqqalımda özün büruzə verib. Mənim saqqalımı odda yandırma. Odur ki, duanın mənasına fikir verə-verə bu duaları oxusaq çox yaxşıdır. Və heç də təəssüflənməyək ki, Rəcəb ayının yarısı getdi, yarısı qaldı. İlahi rəhmət, ilahi fürsət elə bir gözəl bir nemətdir ki, ondan bir qədərində də istifadə eləsən böyük şeydir. Təbii ki, mərifətlə və kamalla istifadə eləməklə. Yoxsa elə, məsələn də adam var, elə soyuq baxır gedir Rəcəb ayına, Şaban ayına. Gəlirsən, qəfil düşürsən bir dənə Ramazan ayına, bayaq dediyimiz o kisələrdən yoxuddur, xəzinədən yığasın. Görürsən, çoxumuzda olub, elə otururuq, görürsən, möminlərlə dərdləşirik. Ramazan ayının axırında, bayrama yaxın adamda bir qəribə bir hüzün formalaşır. Adam artıq qəmlənir ki, gedir, qonaq gedir, fürsət çıxır əldən. Biz əgər Rəcəb ayının, Şaban ayının Allah bəyənən kimi keçirsək, bazardığımız qədər onun fürsətlərindən faydalansaq, bu nuraniyyəti artıq Ramazan ayının axırında, Ramazan ayının əvvəlində hiss eləyəcək və çalışacaq Ramazan ayından Rəcəbə, Şabana nisbətən daha da maksimum istifadə eləməyə. İstifadə elədin, nəinki 1 ay, 11 ayına, bütün ömrünə bəs eləyəcək bu cür istifadə, bu cür mərifətli istifadə. Mərifətli istifadə eləsən, bu kifayət eləyəcək. Həm də fürsətdir bu aylar adam özünə diqqət eləsin. Övliyalardan biri haqqında deyilir ki, dünyasını dəyişirdi, can verirdi. Dedilər, bizə bir nəsihət elə get dünyadan. Son dəfədə birə bizi nəsihət eləyir ki, müraqibə, 3 dəfə təkrar edir, müraqibə. Yəni, özünüzə diqqət eləyin. Müraqibə, özünüzü rəqib görün Allaha. İnsan, niyə? Allahın bəli şəriki yoxdur. Allahın şəriki yoxdur. Əqaiddə də var ki, neçə növ vücud var, bir mümkün vacib vücud var, o Allahdır ki, olmağı vacibdir. Bir mümkün vücud var, insan və qeyri-canlılar. Bir də mümtəni vücud var, imtina olunmuş, yəni qadağan olunmuş, o da Allahın şərikidir. O yoxdur və olmamalıdır da. Amma Allaha şərik olmaq istəyən vücudlardan, varlıqlardan biri də nədir? Nəfsdir. Niyə məsələn Firon özün, Quran da deyir, nəfsin özünə tanrı eləyəni gördün? Gör, insan nəfsdə elə bir xüsusiyyət var ki, gəlir nəuzubillah özün Allah bilmək dərəcəsinə yetişir. Odur ki, insan gəlir nəfsin rəqib görsün. İmam Hüseyin İslam Ərəfə duasında deyir ki, əmiyyət eynun la tərakə rəqibə, ənlər rəqibə. Özün kör olsun göz ki, səni özünə rəqib görmür. Yəni, alçıq 2 dənə rəqibin arasındasın, nəfslə Allahdır və bu ikisinin mübarizəsində Allahı seçə bilsən, o da bu ayları vasitə eləməklə. Bu aylardan istifadə eləməklə artıq sən Allahı seçdin bu 2 rəqibin arasında, bu mübarizədə. Artıq Allah sənə beləcək borclu qalmayacaq. Allah da sənə öz müvəffəqiyyətin, uğurun nazil eləyəcək ki, bayağı dediyimiz o Quran ayəsi misalında onların qədəmlərini möhkəmləndirərik. Onları öz yolumuza hökmən hidayət eləyərik, Quran deyir. Allah gör ki, sən çalışırsan, çalışana da bərəkət verir. Və Quran başqa bir ayədə ki, leysə lil insan illa ma sa'a, insana çalışdığı qalacaq. Allah demir ki, ged mənə dağı dağ üstünə qoy gətir. Yox, çalış. Görsün ki, səndə çalışmaq var. Əleyhisselamın bir misalı var. O ilə inşallah söhbətimizi tamamlayaq. Həzrət Əleyhisselamın gözəl bir adəti var imiş. Hər sübhdə ki, müstəhəbdir sübh qılan adam sübh namazına durdun, günün çıxmağını gözləyəsən.
dünya işlərinin və məişət məsələlərinin ardınca getmədən gün çıxana qədər gözləyəsən, zikirlə, ibadətlə, bir ki, boş oturmağına yox. Elə ki, gün çıxarmış, Əleyhisselam düşərmiş şəhərə gəzərmiş. Ya Ali, nə axtarırsan? Deyir, qoy Allah görsün ki, onun mənə verdiyi ruzini axtarıram, evdə boş oturub gözləməmişəm ki, yetirsin. Onsuz da bəli verəcək, Allah ruzu yeganə şey ki, Allah zamindir. Deyir, ağla görə olsaydı, dəlilər və heyvanlar az qalardı. Adam var, illərdir yataq xəstəsi, sivindən bayrasın var, Allah onu da ruzu yetirir. Söz amma deyir, Allah görsün ki, mən çalışıram, boş oturmamışam. Allah da görsən, çalışırsan, Rəcəbdən, Şabandan istifadə edirsən, Ramazanda artıq biraz da o şeytanın qolları daha da dərindən bağlı ki, sənə yaxın olmaq. Görür ki, səndə bir nuraniyyət var, bir çalışma var, bir hərəkət var, o da bərəkəti nazil eləyir. Allah'a and verək, İzzəti Cəlalına, Allah Teala bizləri bu mübarək ayların bərəkətindən binəsib eləməsin inşallah. Ağa İmam Zaman Əleyhisselamın salamatlığına, zühurunun təcilinə, onun bizim barəmizdəki xeyir dualarının qəbulluğuna, düşmənlərinin məhvunabud olmağına, dostlarının müvəffəq olmağına, əzizlər cəm olublar, mömin-möminat, cüməni namaza bərpa ediblər, özlərinin, əhəllərinin salamatlığına və hər birimizdən ki, xüsusi iltimas ediblər, xüsusən xəstələr üçün iltimas ediblər. Ulan da tezin şəfa tapmaqlarına, ölənəmizin ruhlarına, şadlığına, günahlarımızın bağışlanmağına 3 dənə salavat zikr eləyək. Allahümme salli ala Muhammed və Muhammed. Bismillahirrahmanirrahim. Qul huvallahu ahadun nas-samad. Lem yelid və lem yulad və lem yekul lahu kufuwan ahad. Sadaqallahu.